Rusiyada 18 yaşlı müğənni müharibəyə qarşı çağırışlara eyham vuran mahnılar ifa edəndən sonra həbs edilib. 15 oktyabrda Naoko ləqəbli Diana Loginova Stop Time adlı qrupu ilə Sankt-Peterburqun Nevski prospektində çıxış edib. Qrup hazırda sürgündə olan Rusiyada xarici agent elan edilmiş rapper Noizems'in Quşu korporativi və digər mahnılarını ifa edib. Bundan sonra onlar saxlanılıb, qrup üzvləri 13-12 günlük azadlıqdan məhrum etmə cəzasına məruz qalıblar. Mahnıda birbaşa Putinin adı çəkilmir, amma onun simvolik mənası var. Belə ki, 1991-ci ildə Prezident Qarbaçova qarşı hərbi çevriliş cəhdi zamanı çaşqınlıq yaşayan televiziyalar məhz Çaykovskinin Qu Gölü baletini nümayiş etdiriblər. Sovet hakimiyyəti zamanı isə liderlərin ölümündən sonra TV-lərdə bu balet göstərilirmiş. Elə liderlərin sonunu simvolizə etdiyi üçün mahnı Rusiyada ekstremist sayılaraq qadağan edilib. Mahnı sözləri həmçinin Putinin yaxın çevrəsinə bağlı Sankt-Peterburqun şimalında yerləşən bir bağ evi korporativi olan, Ruscada göl mənasına gələn Ozeraya da eyham vurur. Məhkəmə müğənnini insanların metroya gediş-gəlişinə mane olmaqda, xəbərdarlıqsız kütləvi tədbir keçirməkdə təqsirli bilib. 13 günlük cəzadan sonra isə Diana'nın ordunun nüfuzdan salınması maddəsi ilə ittiham olunacağı gözlənilir. Bu, onun cərimələnməsi ilə nəticələnə bilər. Diana'nın eyni aktı təkrarladığı halda uzun müddətli həbs cəzası alma ehtimalı da var. Mahnıların müəllifi Noizemsi və ya qrupun solisti İvan Alekseyev Kremlin aşkar tənqidçisi kimi tanınır, Ukrayna müharibəsi başlayandan sonra Litvaya köçməli olub. Hadisə sosial şəbəkələrdə də geniş müzakirələr yaradıb. Rusiyada müharibəyə qarşı çıxmağın çətinliyi də danışılanlar arasındadır. Həmçinin müxtəlif şəhərlərdə müğənni və qrupa dəstək üçün təkadamlıq aksiyalar keçirilib. Diana'nın anası yerli mediaya bildirib ki, mahnı seçimləri qızına aid deyil. Diana vətənini sevir və Rusiyanı tərk eləmək niyyəti yoxdur. Qrup küçə konserti zamanı xarici agent elan edilmiş digər müğənnilərin də repertuarlarına müraciət edib. Onlardan biri də müharibəyə qarşı çıxması ilə daha da məşhurlaşan Zemfiradır.